أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين خالق السماوات والأرضين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وإسرته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah Təbarəkə və Teala ibadətlərimizi qəbul eləsin inşallah. Günah, səhv və xətalarımızdan əfv qələm çəksin. Bizləri və ölənlərimizi, şəhidlərimizi, ata-anamızı, bu məsciddən köçüb gedən mümin və müminələri qəriq rəhmət eləsin inşallah. Rəhməti ilə bizi yaşasın və rəhməti ilə də bizi bu dünyadan aparsın inşallah. Bu dünyadan gedəndə biz imanla gedək. Şeytanın oyuncağı olmayaq. Ağa İmam Zeynəl Abidin əleyhissalamın bir kəlamı vardı. O duanın da adı Məkarimül Əxlaq duasıdır. Hissə ağa orada dualar eləyir və hər hissənin arasında da bir dənə salavat zikr eləyir. Gəlib bir yerə yetişir, ikinci ya üçüncü hissədədir. Ağa ərz eləyir ki, İlahi və Rəbbi, əgər mənim həyatım bundan sonra şeytanın otlağına çevriləcəksə, yəni şeytan məndən istifadə edəcəksə, o həyatımı məndən al günah. Mən yaşamaq istəmirəm. Şeytan həmişə gəzir ki, insanları neynəsin? Cəhənnəmə aparsın. Şeytanın işi odur. Şeytan istəyir ki, biz cəhənnəmə gedək. Allah istəyir ki, biz behişdə gedək. Peyğəmbərlər göndərib və bir də ağıl verib bizə. Hüccət verib bizə. Həm Peyğəmbərlər xaricdən bir ağıl, Peyğəmbərlər özü ağıldır. Onlar xaricdən bir ağıldılar bizə və bir də daxili bizə ağıl verib Allah Teala. Şeytan həmişə bizim nəfsimizlə vuruşur, bizi ilə, ağlımızla vuruşur ki, bizi neynəsin? Cəhənnəmə aparsın, özünə yoldaş axtarır. Bəzən dilimizin üstündə oturar, görərsən ki, dilimiz şeytani sözlər deyər. Bəzən gözümüzdə olar, gözümüz şeytanətlə məşğul olar. Bəzən qulağımızda olar, şeytanətlə olar. Bəzən də ki, ağlımızda oturar və ağlımızla bizi neyniyər? Həyəcanlaşdırar, vuruşdurar. Heç vaxt bir nəfər məscidə gəlibsə, sən də məscid əhlisənsə, məsciddə qeyluqal eləməyin, söz-söhbət eləməyin. Buna yol verməyin. Çünki o eləyən şeytandır. O eləyən şeytandır. İnsanın ağlında oturub, dilində oturub, şeytan danışır. Gərək buna yol verməyəsən, reaksiya verməyəsən, salavat zikr eləyən. Bir salavat da zikr eləyək. Allah Təbarəkə və Teala peyğəmbərlər göndərib bizim üçün.
ve o peygamberlerden de biri Hatemel Enbiya'dır, Muhammed el-Mustafa sallallahu aleyhi ve sellem. Ve o peygamberimiz bize düsturat veribdi, qayda qanun öyrədibdi, ədəb, əxlaq öyrədibdi, rivayətləri var, sözləri var. Səhabələr nə deyibdi, onlar da bizə yetiriblər müxtəlif vasitələrlə. O cümlədən bu peyğəmbər Allah təbarəkə və Teala o biri peyğəmbərlərə nazil etdiyi kitablar ki vardı, sühüflər ki vardı. Sühüf yəni kitab. Sühüf nəinki səhifə. Xeyr, onlar yəni kitablar. İbrahim peyğəmbərə, Musa peyğəmbərə, İsa peyğəmbərə, ta ondan qabaqçılara, ta Xateməl Ənbiya sallallahu aleyhi və səlləmə bir kitab nazil eləyibdi ki, Qur'an-ı Kərim. Qur'an-ı Kərim bir kitabdır ki, biz onu öpürük, gözümüzün üstünə qoyuruq, əzizləyirik. Sevirik, sevə-sevə oxuyuruq. Oxuya bilməyənlər baxıb ona salavat zikr eləyirlər. Ərəb dilini bilmir, amma görürsən ki, baxır salavat zikr eləyir. Ya misal üçün Rus dilindəmi, ya İngilis dilindəmi, ya Azərbaycan dilindəmi, Türk dilindəmi, görürsən ki, tərcümələri olubdur, onlardan istifadə edirlər, amma ehtiramla davranırlar. Ehtiramla davranırlar. Bu kitab elə belə kitab deyil. Bu Allah tərəfindən nazil olubdur. Allah tərəfindən nazil olubdur. Bu kitab haqqında Allah Teala özü Qur'an-ı Kərimdə çox buyurur. Çox buyurur. Bir yerdə buyurur ki, Bismillahirrahmanirrahim, Hamim. Qur'anın rəmzlərindəndir. Amma bir rivayətdə var, o da Hamim Duxan rivayətidir. Şayət elə buna da şamil olsun, yəni ey Muhammed deməkdir. Mənası. Yəni biz bunun mənalarını bilmərik. Bunlar huruf-u müqəttəatdır, biz bunların mənalarını bilmərik, rəmzidir bunlar. Amma bir rivayət olduğuna görə İmam Musa Kazım əleyhissalamdan ki, Hamimin mənası o Hamim Duxandadır. Ola bilər burada başqa bir mənada olsun. Və hər hal Hamim yəni ey Muhammed. Vəl kitabil mubin. And olsun aşkar olan kitaba. Vəl kitabil mubin. İnna cealnahu. Biz bunu qərar vermişik. Qur'anan ərəbiyyən. Bir Qur'an ki, ərəb dilindədir. Ərəbcədir. Niyə görə ləəlləkum təqilun? Ta ki, siz neyniyəsiz? Ağıl yetirəsiz, düşünəsiz, başa düşəsiz. Ərəb dilindədir ki, siz oxuyasınız, onu anlayasınız, başa düşəsiz. Ki biz bunu oxuyuruq, əlimizi sürtürük, öpürük, əzizləyirik. Görürsən ki, başqa şeylərdən ötürü də istifadə edirik. Görürsən bir balamız əskər gedir, Qur'anın altından keçirdirik. Qur'ana sığınırıq, Qur'ana pənah aparırıq, müşküllərimizdə, çətinliklərimizdə. Çünki Allahın kitabıdır, elə belə bir kitabdır. Niyə görə? Çünki özü buyurur. Və innəhu ki, həqiqətdə o, Qur'an fi ummil kitabı, əsli kitabətində, əsli kitabçılığında lədeyna, bizim yanımızda, bizim nəzdimizdə Allah buyurur. Allahın yanında. Allahın yanında. Qur'an bir dəfə var bizim yanımızdadır, bir dəfə var Allahın yanındadır. Bu bir dənə həblullahil mətindir. Bir Allahın möhkəm ipidir. Allah bir ucu Allah yanındadır, bir ucu bizim yanımızdadır bu ipin. O Allah yanında olan, eyni bu bizim yanımızda olandır. Bu haman o kitabdır, Allah yanında olan. Amma buna olan ehtiram, buna olan hörmət, buna olan əlaqə, o Allah yanındakı vardı, bizim yanımızda yoxdur, etiraf eləyək. Etiraf eləyək. Niyə görə? Çünki vardır rivayətdə ki, Rübbə talil Qur'anı vəl Qur'anı yəl'ənhu.
Çox Quran oxuyanlar vardı ki, Quran onlara lənət oxuyur. Niyə? Çünki əməl eləmir. Qur'ana əməl eləmir. Qur'anın ehtiramını saxlamır. Qur'anın hörmətini saxlamır. Qur'anda yazılanları anlamaq istəmir, düşünmək istəmir. İndi Allah Teala buyurur ki, və innəhu fi ummil kitab, ki həqiqətdə o əsli kitabın, bir şeyin əsasına deyərlər. Bir şeyin əsası. Məsələn, Fatihə kitabı, Fatihətül kitab ki, yoxdur, ona Ümmül Qur'an da deyərlər. Ümmül Qur'an, yəni Qur'anın əsasını təşkil edən bir kitab. Və innəhu fi ummil kitabı, o əsli kitabətində lədeyna, bizim yanımızda, lə'aliyyun, ucadır, çox ucadır, həkimu, həkimdir. Qur'an 1400 ildir nazil olub. 1447 ildir nə olub? Nazil olub. 1447-ci ildir. Qur'an bu müddət ərzində keşməkeşli həyatlar keçibdi. Sən elə fikirləşginən ki, kənar qüvvələri mən demirəm. Kənar qüvvələri qoyaq bir kənara. İslamın özü nə qədər məzhəblərə ayrılıbdır. Nə qədər bir-birlərini qırıblar, töküblər, əziblər, sındırıblar. Tarixlər boyu, bir dənə tarixə fikir versək, elə tarixlər boyu imamlarımızı necə öldürüblər, İmam Hüseyni necə öldürüblər. Peyğəmbərin balası idi ya, ona gərək əl qaldırmayaydılar. Amma Peyğəmbərin balasına nə elədilər? Əl qaldırdılar. Peyğəmbərin balaları idi, Peyğəmbərin gəlinləri idi. O əhli əyala zəncir vurdular, gəzdirdilər şəhər-şəhər. Şəhər-şəhər gəzdirdilər. Naməhrəm kişilərin məclislərinə çəkdilər onları. Öz Peyğəmbərlərinin balasını. Sən bir təsəvvür elə. Öz Peyğəmbərlərinin balası xanım Zeynəb kim idi? Resul-i Əkrəmin balası idi da. Resul-i Əkrəmin balası, Fatıma balası, yəni Resul-i Əkrəmin balası. İmam Hüseyni orada öldürdülər və xanım Zeynəbin də qoluna zəncir vurub, İmam Zeynil Abidinin qoluna zəncir vurub, çəkdilər bu məclislərə, çəkdilər bu şəhərlərə, küçələrə, bazarlara, gəzdirirdilər bazarlarda ki, baxın ha, biz Peyğəmbərimizin qızını neyləmişik? Zəncirləmişik, kişiyik biz. Bəli, bunlar. Baxın, görün, Qur'an bu keşməkeşli dünyadan keçib gəlib çatıbdır bura. Allah buyurur. Bir dənə səhnə açır Qur'an üçün. Bir zamanda ki, İmrəl Qeyslər, filanlar, müşriklər, şairlər, xətiblər Qur'ana qarşı çıxmışdı. Allah Teala buyurur ki, وَاِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ إِنْ كُنْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ فَإِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ. Əgər bizim əbdimizə, yəni Resul-i Əkrəmə, Muhammed sallallahu aleyhi və səlləmə nazil etdiyimiz bu kitab haqqında bir şəkkiniz, şübhəniz varsa, فَأْتُوا بِسُورَةٍ مِّن مِّثْلِهِ. Bir dənə onun mislində, ona oxşar bir dənə surə gətirin, gəlin. Və tək bacarmazsınız, yığışın bütün filosoflarınızı, şairlərinizi, alimlərinizi, Allahdan başqa kiminiz varsa, hamını çağırın.
Vəd'u şühədâəkum min dunillah, Allahdan sivay. Çağırın, bir dənə surə yazın bunun mislində. Əgər siz doğrusunuzsa, şəkkinizdə, şübhənizdə doğrusunuzsa. Və in ləm təf'alu, əgər etmədiniz. Və lən təf'alu, və heç vaxta edə bilməyəcəksiniz. Və lən təf'alu, heç vaxt edə bilməyəcəksiniz. Bu günləri elm inkişaf edibdi, texnologiya inkişaf edibdi. Görürsən bir dənə şeyin sxemasını verirlər, eyni ondan nə edirlər? İstehsal edirlər. Eyni ondan. Versinlər Qur'anın sxemasını bir dənə istehsal eləsinlər. Eləyə bilərlərmi? Xeyr. Niyə? Lən təf'alu buyurub Allah Teala. Lən təf'alu, əbədi olaraq edə bilməyəcəksiniz. Nə qədər inkişaf edirsiniz, eləyin. Və lən təf'alu. Fəttəqun nârəlləti və quduhən nasu vəl-hicarə. Qorxun o cəhənnəmdən ki, onun alışqanı və qud yəni alışqan. İnsanlardır və daşlardır. O iddət lil kafir. Qur'an-ı Kərim özünə bir səhnə açır. 1400 il bundan qabaq deyir, gəlin. Gəlin, kim bacarır, gəlsin məndən vuruşmağa. Heç kəsdə qüdrət yoxdur ki, Qur'anın qabağına çıxsın. Və burada da Allah Teala buyurur ki, və innəhu fi ummil kitabi, ki həqiqətdə o, lədeyna, əsli kitabətindəki bizim yanımızda vardı. Peyğəmbər bu kitabı hardan gətiribdi? İnnəkə lətüləqqəl Qur'anə millədun əlimin həkim. Sən həqiqətən Qur'anı həkim olan, əlim olan pərverdiyarın yanında nə oldu sənə? İlqa olundu. Peyğəmbər Qur'an ona ilqa olunmaqdan ötürü Peyğəmbər meyrac elədi. Meyrac elədi, onun sinəsinə Qur'an nə oldu? Nazil oldu. Bəli. Qur'anı sonra kəlmə-kəlmə Peyğəmbərimiz dedib, cəmaat da yazdılar. Katiblər də yazdılar səhabələrdən. Bəs Qur'an-ı Kərim belə bir kitabdır ki, innəhu fi ümmil kitabi lədeyna lə'aliyyun, alidir, alidir. Həkimun, həkimdir, hər şeyi öz yerindədir. Hər bir şey dəqiqliklə öz yerindədir. Belə bir kitaba biz bugün sahibik. Allahın lütfüdür, Allahın mərhəmətidir. Bu kitab bizə hər şeyi öyrədir. Odur ki, möminlər şeytana uymasınlar. Şeytanın sözünə qulaq asmasınlar. Bəzən görərsən, şeytan gəlib oturar insanın dilinin üstündə, deyər bu sözləri deginən. Amma demək lazım deyil, şeytanın sözünə bax. Bəzən görərsən, şeytan gəlib oturar adamın əlinin üstündə, deyər ki, bu bıçağı çəkkinən. Bax, gör Adəmin evlatlarına, biri istədi o birisini öldürsün. Düzdür? Vuruşurdular, iki qardaş. Biri istədi o birisini öldürsün. Bu ölən dedi ki, sən əlvi mənə açırsan ki, məni vurasan. Amma mən Allahdan qorxuram. Sən məni vursan da, mən səni vurmayacağam. Vurmadı, təslim oldu, öldü. Nə oldu? O da öldü, bu da öldü. Biri hara getdi, biri hara getdi. Biri cənnətə getdi, biri cəhənnəmə getdi. Allah əcir versin, inşallah. Allahın sözünə qulaq asaq, heç vaxt biri-birimizlə tünd rəftar etməyək inşallah. Allah köməyimiz olsun, Allah salamat eləsin. Və haqqı nəbiyyina və alih və bil-Fatih.